Herkese salam. Bu videoda size övladımın şirin və əyləncəli oyuncaqlarının bir qismini paylaşacağım. Qeyd edim ki, bütün sifarişlərimiz Temu saytındandır. Bu fil formada oturacaq övladıma nənəsi tərəfindən hədiyyə olunubdur. Çox yumuşaq, çox keyfiyyətli materialdan hazırlanıb, yetərincə böyükdür. Əgər övladınız oturmağa hazırlaşırsa, onun üçün çox münasibdir. Bu kvadrat formalı oyuncağın içində isə xırda, meyvə və tərəvəz formalı oyuncaqlar var. Maraqlıdır, almağa dəyər. Bu şirin rəngarəng toplar isə çox əyləncəlidir. Həm rəngləri, həm səsi, həm toxunuşu övladınıza çox maraqlı olacaq. Mənim övladım çox bəyənir. Eləcə də bu kök formalı oyuncaq basaraq içindən dovşan çıxır. Çox əyləncəlidir. Bu iki oyuncağı isə sevərək almışam. Həm mən, həm həyat yoldaşım danışaraq, səs çıxardaraq övladımızı əyləndiririk. Çox maraqlıdır, uşaqlar bunu çox bəyənir. Almağınızı tövsiyə edirəm. Bu kitab taktil kitabdır. Toxunuşlarla övladınız həm heyvanları, həm təbiəti tanış olacaq. Gördüyünüz kimi səhifədə heyvanların dərilərinin bir qismi sanki real olaraq göstərilib və uşaqlar ora toxunarkən təsəvvür edə bilərlər. Bu heyvanların dəriləri necədir? Çox maraqlıdır, çox əyləncəlidir, rəngarəngdir. Almağa tövsiyə edirəm. Yüksək keyfiyyətlə hazırlanıb, qiyməti isə münasibdir. Linkləri səhifəmdə paylaşacağım. Gördüyünüz kimi hər birisi çox keyfiyyətlə, çox maraqlı hazırlanıbdır, almağa dəyər. Eləcə də bu dəftərcə qələm su ilə işləyir. Qələmin içinə su dolduraraq bu ağ səhifəni ehmalca başlayırsınız rəngləməyə və görünüş ortada. Altda gizlənən rəsm izə çıxır. Çox sihirli, çox maraqlıdır. Övladlarınızı çox maraqlı olacaq. Almağa dəyər. Eləcə də bu rəngli kartlar çox gözəldir. Mən övladım üçün 3, 6 və 6-9, 6-12 ay daha doğrusu kartları almışam. 3-6 ay kartlarında 3 rəngdən ibarətdir. Qara, ağ və qırmızı. Uşağınızın rəngləri tanımaqda kömək olacaq. Heyvanları və rəsmdəki olan meyvə tərəvəzləri tanımağa yardımcı olacaq. Çox gözəldir. Almağa dəyər.